Son günlər neftin qiymətinin artacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Qiymətin kəskin şəkildə yüksəlib 200 dollara çatacağı ehtimal olunur. Bu artım əsasən Yaxın Şərqdə davam edən gərginlik və xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələrlə əlaqələndirilir. Belə bir addım Azərbaycan neftinin qiymətində də ciddi sıçrayışa səbəb ola bilər. Eyni zamanda Tehranın nefti dollarla deyil, yuanla satmaq şərti ilə tankerlərin boğazdan keçidinə məhdud icazə verilməsi ilə bağlı təklif irəli sürməsi də bazarda qeyri-müəyyənliyi artırır. Belə bir ssenarinin reallaşma ehtimalı varmı? Artım Azərbaycan neftinin qiymətinə və ümumi gəlirlərə necə təsir göstərəcək? Bununla yanaşı Tehranın nefti dollarla deyil, yuanla satmaq şərti dünya enerji bazarında hansı dəyişikliklərə səbəb ola bilər? Mövzu ilə bağlı suallarımızı enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev cavablandırıb. 2025-ci ildə əksər bazar iştirakçıları iddia edirdilər ki, 2026-cı ildə neft qiymətləri 2025-ci illə müqayisədə aşağı olacaq. Bunu da əsasən təklifin tələbi üstələməsi ilə əlaqələndirirlər və iddia edirdilər ki, 2026-cı il son bir neçə ilin neft sənayesi tarixində tədarük bolluğu ili olacaq və buna görə də neft qiymətləri 2025-ci illə müqayisədə aşağı olacaq. Digər qrup bazar iştirakçıları, bu qrupa daxil olan analitiklər, əsasən fiziki bazarları tədqiq edən, analiz edən qrupdur ki, onlar iddia edirdilər ki, neft bazarları 2026-cı ildə elə də zəif olmayacaq və neft qiymətləri 2025-ci illə müqayisədə elə də aşağı olmayacaq. Təbii ki, Hörmüz boğazı əslində qlobal neft bazarında əsasən neftin ağırlıq mərkəzi rolunu oynayır. Və bu bazardan həm Asiya bazarlarına, həm Avropa bazarlarına, həm Amerika bazarlarına çıxarılan neft həcmləri bütövlükdə qlobal neft bazarlarında yüngül, orta ağır və ağır neft balansının qorunub saxlanmasında çox əvəzsiz rola malikdir. Ona görə də neft sənayesində neft qiymətləri ilə bağlı hər hansı proqnoz verəndə Yaxın Şərqdəki hasilat həcmləri, ixrac həcmləri və Yaxın Şərqdəki emal güclərinin gündəlik xammalla yüklənməsi əsas götürülür. Ona görə də neftin ağırlıq mərkəzi Hörmüz boğazındadır. Hətta burada bəzən proqnozlar verirlər ki, indiki qeyri-müəyyən bir vəziyyəti, yəni qlobal neft bazarlarında yaranmış qeyri-müəyyən vəziyyəti strateji neft ehtiyatlarından buraxılmış neft həcmləri vasitəsilə aradan qaldırmaq mümkündür. Təbii ki, bu da mümkün deyil. Çünki bu strateji təyinatlı neft ehtiyatlarından müəyyən həcmlərin istehlak bazarına, yəni fiziki bazarlara çıxarılması çox deyək ki, qısa müddətdə neft qiymətlərində bir səngimə yarada bilər, bir sabitlik yarada bilər. Amma uzun müddətdə bu mümkün olmayacaq. Çünki neft bazarlarını tənzimləyən 3 fiziki məhdudiyyəti nəzərə alsaq, o fiziki məhdudiyyətlər birinci ehtiyat hasilat gücləridir, ikinci tələbin elastikliyidir, üçüncü siyasi müdaxilənin hədləridir. Yəni strateji neft ehtiyatlarının statusu və ondan buraxılan neft həcmləridir. Əgər bu 3 fiziki məhdudiyyəti biz analiz etsək, onda görərik ki, hətta strateji neft ehtiyatlarından buraxılmış neft həcmləri də neft qiymətlərini aşağı salmaq gücündədir. O müəyyən bir qısa müddətdə həmin həcmlər neft bazarlarında tarazlıq yaradacaq və sonradan neft qiymətləri yenidən artmaqda davam edəcəkdir. Çünki strateji neft ehtiyatları fövqəladə hallar zamanı effektiv bufer roluna malikdir. Lakin o bir dəfəlik müdaxilədir və uzun müddətli tədarük çatışmazlığını ödəmək gücünə malik deyil. Və mən belə hesab edirəm ki, Yaxın Şərqdə hərbi siyasi durum
qısa müddətdə sabitləşməsə və Hörmüz boğazının fəaliyyətinin tam gücü ilə bərpa edilməsə, neft bazarlarında neft qiymətlərinin aşağı düşmə ehtimalı yoxdur. Bu məsələnin birinci tərəfi. İkinci bir tərəfi, təbii ki, yaranmış təhdidlər dünya neft bazarlarında təsirsiz ötüşməyəcək və neft qiymətləri hesab edirəm ki, ilin sonuna kimi yüksək olaraq qalacaq. Təbii ki, Azərbaycan nefti uzun müddət, yəni 2006-cı ildən bu günə kimi region bazarlarında, əsasən Qaradəniz, Aralıq dənizi enerji bazarlarında yüngül, orta ağır və ağır neft balansının qorunub saxlanmasında müstəsna rol oynayıbdır. Və bu rol bu gün də davam edir. Və təbii ki, həm Rusiya-Ukrayna müharibəsi və neft tədarükünə yaranmış təhdidlər və eyni zamanda yaxın şərqdə hərbi siyasi durumun günü-gündən gərginləşməsi Azərbaycan neftinə olan tələbatı artıracaqdır. Və təbii ki, Azərbaycan nefti həmişəki kimi Brent etalon markalı neftə nisbətdə mükafatla satılacaq və o bu gün də bu tendensiya davam edir. Bizim satış proqramlarımız son illər əsasən mükafat üzərində qurulub. Yəni həm Azəri Light, həm Bakı Tiflis Ceyhan neft qarışığı etalon markalarımız Brent etalon markalı neftə nisbətdə mükafatla satılır. O ki qaldı Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidi ilə bağlı neftin yuanla satışına mən hesab edirəm ki, bu model uzun müddətdir özünü doğrultmur. Çünki İrana tətbiq olunan sanksiyalar fonunda İran neftinin əsasən Çinə ixracı yuan üzərindən qurulur. O Çin Xalq Respublikasında Kunulun deyilən bank var. O bank vasitəsilə gerçəkləşir İran neftinin satışı. Amma bu satışda ən böyük ziyan çəkən İran İslam Respublikasıdır. Çünki qlobal neft bazarlarında neft əsasən dollarla satılır və bütün kotirovkalarda həm Asiya bazarları üçün, həm Avropa bazarları üçün, həm Amerika bazarları üçün bütün xam neft, neftdən alınan məqsədli neft məhsullarının satışı, eyni zamanda neft-kimya məhsullarının satışı, qazdan alınan müxtəlif təyinatlı gübrələrin satışı, bütün bu geniş bir sahəni əhatə edən bu məhsulların satışı birbaşa Amerika Birləşmiş Ştatları dolları vasitəsilə satılır və bankların da iştirakının fəaliyyəti məhz bu istiqamətdə yönəlir. Ona görə də mən düşünürəm ki, qlobal səviyyədə neftin yuanla satışı heç bir iqtisadi səmərə verməyəcək və mənə elə gəlir ki, bu alətə elə də üstünlük verən olmayacaq.